Və dedi ki, şükür çox böyük bir fəzilətdir. Allah az şey haqqında, az fəzilət haqqında Quranda bu sözü buyurub ki, şükür haqqında buyurur və qalilun min ibadiyyəş-şəkur. Buyurur ki, mənim bəndələrimdən az bir qismi mənə şükr eləyir. Demir az qismi namaz qılır, demir az qismi filan əməli eləyir. Buyurur az bir qismi mənə şükr edir. Şükr eləyənlər say baxımından çox azdılar. Şükür xeyirləri ardıcan gətirən və pisliklərdən insanı təmizləyən bir fəzilətdir, üstünlükdir. Və insanların çoxu şükür eləyə bilmir, çünki qəflətə düşür, yaradılış məqsədini unudur. Dünya insanları aparır və insanlar əlində olanlardan çox olmayanlara fikir verirlər. Keçən söhbətlərdə dedik ki, bəzi nemətlərə şükr eləmək daha çətindir. O hansı nemətlərdir ki, onlara şükr eləmək daha çətindir? Bir qismi daimi nemətlərdir və yaxud ümumi nemətlər. Məsələn, gün hər gün çıxır, hər gün yeni günü görürük, daimidir deyə diqqətimizi çəkmir. Neymət kimi görmürük onu. Ona görə şükür eləmirik. Hər dəfə səhər gün çıxanda insan baxa buna şükür eləyər ki, bugün mənim üçün doğub və mənim üçün növbəti fürsətdir səhvlərimi düzəltməyə. Növbəti fürsətdir Allaha ibadət eləməyə. Bugün bir neymətdir ki, Allaha yaxınlaşa bilərəm bunun vasitəsilə. Ümumidir deyə ancaq mərifət sahibləri buna şükür eləyir. Qar yağır, adam şükür eləmir, deyir bu mənə verilməyib ki, hamı üçündür. Amma unudur ki, sən də o hamıdan birisən. Kiçik ruhiyyəli insanlar ancaq xüsusi özünə gələn neymətə şükür eləyirlər, ancaq buna. O ruhiyyənin kiçikliyini göstərir. Düşüncənin səthi olmasını göstərir. İnsan nə qədər böyüyürsə, bir o qədər ümumi neymətləri xüsusi hesab eləyir. Ona görə görür, şükür eləməyə səbəb çoxdur. Keçən dəfə dedik, dəstəmazın duaları var, müstəhəb də olar oxuyasan, vacib deyil. Heç kəs də oxumur. Suya baxır, deyir, Elhamdülillahilləzi cəaləl ma'ə təhuran. Suya görə şükür eləyir. İlahi şükür sənə ki, suyu təmiz edici, pak edici qərar vermişsən. O qədər öyrəşmişik, su axır, amma bilmirik, su olmasa nə olar? O qədər ümumi neymətlər var ki, diqqətimizi çəkmir, diqqətimizi cəlb eləmir. Bunlar çətindir və bugün başqa bir şey haqqında danışmaq istəyirəm. Bir də çox böyük neymətlərə hər adam şükür eləyə bilmir. Neymət çox böyük olanda. Böyük neymətlərə şükür eləmək üçün gərək böyük adam olasan. İnsan kiçik olanda böyük neymətlərin şükrünü yerinə yetirə bilmir. Məsələn, biri şükür eləyək ki, ilahi şükür eləyirəm, sənin kimi Allahım var. Yox, gərək nəsə qazansın, şükür eləsin. Bugün mənə ruzu çatdı, şükür eləsin. Allahın özünə görə nə qədər şükür eləmişsiniz özünə? Və yaxud mənə Peyğəmbər göndərmisən, Əhl-i Beyti imam qərar vermişsən bizə. Təşəkkür edirəm sənə. Bəzi neymətlər var ki, hər adam bu neymətlərə şükür eləyə bilmir. Onlar çox böyük neymətlərdir. Gərək böyük olasan ki, onların qədrini biləsən. İnsan kiçildikcə dəyərlər də kiçilir insan üçün. Ruh gərək əzəmətli ola ki, əzəmətli şeyin qədrini biləsən. Ata ilə məsələn ana oturub söhbət edir, ata anaya deyir ki, məsələn 100 min bugün qazanmışam, filan yerdə bağ almışam.
Uşağı o şeyler maraqlandırmır. Gəlir deyir bir dənə dondurma al mənim üçün. Onun sevinci ondadır. O anlamır ki ondan böyük nəsə var. Ya 2-3 yaşlı uşağa deyəsən ki adua hesab açmışam. Məsələn neçə ildən sonra neçə min pul götürəcəksən. Onu düşündürmür deyir bir dənə oyuncaq al mənə. Onun sevinci oyuncaqdadır. Günlər ötür, keçir, bizim yadımıza düşmür ki bizim Əhl-i Beyt kimi böyük bir neymətimiz var. Quran kimi bir neymətimiz var. Dünən 3 gün Fatimiyyə məclisi keçirildi məsciddə. Fatimiyyə məclisindən çıxanda ürəklə adam şükür elə ki, nə yaxşı ki mən bu məclisdə iştirak elədim, mənə nəsib oldu. Qismət oldu burada iştirak eləmək. Bir məclis ki, Həzrət Fatimə adına təşkil olunub. Mən kiməm ki, mənə Allah icazə verdi, gəldim o məclisdə iştirak elədim. Biz elə bilirik, bu adi şeydir, bunun üstündən keçirik. Şükür odur ki, bugün çox pul qazanmışam, evim var, balalarım salamatdır. Amma nə əzəmətli, neymətli. Məclisdən çıxanda qapısında deyənasan, deyəsən şükür sənə Allah ki, mən xanım Zəhra məclisində iştirak elədim. Məhərrəm gəlir, deyəsən şükür olsun sənə ki, bu əzadarlığı mənə nəsib eləmişsən. Adam onda özünü çox borclu bilir Allaha. Bir adam başa düşsə ki, İmam Hüseyin əleyhissalam mənim üçün doğrandı ki, mən insan kimi yaşaya bilim, ibadət eləyə bilim, onda nə qədər minnətdar olar İmam Hüseyinə. Onda çalışar namazını da düzəltsin, ibadətini də düzəltsin ki, mənim bu ibadətə sahib olmağım üçün sən tikə-tikə doğranmısan. O zaman insan şükür səbəbindən Allaha ibadət eləyər. Adam çox səbəbdən Allaha ibadət eləyir. Biri qorxudan eləyir, biri bəladan qorxur eləyir, biri cəhənnəmdən qorxur eləyir. Amma bir də var, borclu biləsən özü, şükür səbəbindən ibadət eləmək çox gözəldir. Onda nə qədər ibadət eləyirsənsə, yenə də kiçilirsən. Çünki görürsən, onun verdiyi müqabilində sənin ibadətin heçdir. Nə yaxşı olar, adam şükür səbəbindən Allaha ibadət eləyir. Təmənnaya görə yox, nəyəsə görə yox. Deyək ki, mən sənə borcluyam. Necə eləyim ki, borcundan çıxım? Heç cür. Amma əlimdən gələn budur ki, bu ibadəti sən eləyim. O zaman nə qədər çox ibadət eləsə də özündən narazı olar. Allah çox böyük neymətlər verib, onlardan ən böyüyü bəlkə də vilayətdir. Vilayət ən böyük neymətlərdən biridir. Peyğəmbər və onun ailəsinin, Əhl-i Beytinin imamət və vilayətini Allah bizə tanıtdırıb. Bu olduqca böyük neymətdir. Bir nəfər gəlir İmam Baqir əleyhissalamın yanına, deyir ki, ağam mən sizi çox istəyirəm, o qədər çox istəyirəm ki, dünyanı da mənə versələr məhəbbət üzdən əl çəkmərəm. Bu elə bilir, böyük söz deyir, imam narahat olur bu sözdən. Deyir, sən bizim məhəbbətimizi dünya ilə müqayisə elədin. Dünyanın nə qiyməti var ki, sən deyirsən dünyanı versələr, bu məhəbbət səni ən uca zirvələrə aparar. Bizə zülmdür deyəsən, dünyanın hamısını mənə versələr məhəbbət üzdən əl götürmərəm, əl çəkmərəm. Bir başqası gəlir İmam Sadiq əleyhissalamın yanına, Sədir adında bir nəfər deyəsən. Adı səhv yadımda qalmayıbsa. Gəlir deyir İmam Sadiq əleyhissalama ki, Quranda ayə var. Və lə tus'əlunnə anin nəim. Qiyamət günü neymətlərdən soruşacaqlar. Deyir, qorxuram bu ayəni oxuyanda. Bu qədər yemək, içmək, su, hava, bu qədər neymət, bunun hamısının şükrü nə qədər çəkər adamdan soruşsalar. İmam gülür, təbəssüm yaranır üzündə. Buyurur ki, bu nəzərdə tutulmur. Neymətlərdən soruşulacaq, bu nəzərdə tutulmur. Bəllənə xuliq. Bunlar bizim üçün yaranıb, bizim üçün yaradılıb. Adam birinə qonaqlıq versə, evdən çıxanda deməz ki, sənə filan qədər yemək verdim, filan qədər çay verdim. Bunu deməz. Allah da bunları insanla danışmayacaq. Deyir, bəs canım sizə fəda olsun, fəmən nəim, bəs neymət nə edir Allah? Qal, cavab verir, hubbu aliyyin və itrətihi. Əli və ailəsinin məhəbbəti.
Yəsəluhumullah yevməl qiyamə. Allah qiyamət günü bundan soruşacaq. Neymət deyəndə bu nəzərdə tutulur. Necə şükür elədiniz? Bunun şükrünü yerinə yetirən yeməyin, suyun şükrünü çoxdan yerinə yetirər. Neymətdən soruşacaqlar, yəni bu barədə soruşacaqlar ki, sənə əlini verdim, əlinin imamətini sənə təqdim elədim. Necə şükrünü yerinə yetir? Heç şükür eləmişsiniz ki, Allah sizi, biri var dildə yox, qəlbən, sevinə-sevinə ki, sizi vilayət sahibi olanlardan qərar verib. Elhamdülillahilləzi cəalənə minəl mütəməssikінə bi vilayət Ali ibn Əbi Talib. Şükrün qaydasını öyrədir. Şükür olsun o Allaha ki, bizi əlinin vilayətinə bağlananlardan qərar verib. Əllamə Təbətəbai deyir, Quranda harda neymət ümumi anlamda gəlib, bilin ki, Əhl-i Beyti deyir. Əhl-i Beyt Peyğəmbərin özü ilə bir yerdə, yəni vilayət nəzərdə tutulur. Harada ki, neymətin yanında su gəlib, ağaz gəlib, çörək gəlib, o heç. Amma harada neymət deyibsə, neymət yəni bunlar. Qiyamətdə anlayacaq ki, nə böyük neymətdir onların vilayəti. Gündüzlər günah eləyirik, axşamlar İmam Zaman əlini qaldırır, inanın ki, sizi dua eləyir ki, Allah sizi bağışlasın. Bizim xəbərimiz yoxdur, nə qədər günahımız onun duası ilə bağışlanır. Bunlar rəmzi mənada deyil. Kaş bunları başa düşərdik ki, bu insanlar bizim üçün yaşayırlar, bizim düşüncəmizdədirlər. Necə bir ata-ananın övladı pis iş görər, ata-ana xəcalət çəkər, İmam Zaman bizə görə xəcalətli gedir Allahın qapısına ki, bunu elədi, bağışla. Allah da onların duasını bizim barəmizdə qəbul eləyir. İslam ümmətinin bəlası nədədir? Əvvəl gündən bu günəcən. İstəsən bütün dərdləri bir sözlə ifadə eləyəsən, cavab budur ki, İslam ümmətinin ən böyük bəlası budur ki, vilayətin qədrini bilmədilər. Məhər bundan böyük bəla var və bütün bəlalar ondan sonra başladı. Səsət ibn Suhan Ramazan ayında danışırıq. Həzrət Əlinin səhabələrindəndir. Çox Həzrət Əliyə aşiq olan bir nəfərdir. Əli əleyhissalamı dəfn eləyəndən sonra götürür torpağı tökür başına qəbr üstündə. Deyir ki, xoşbəxt yaşadın və xoşbəxt dünyadan köçdün. Allahın rəhməti olsun sənə ki, yaşayışın xeyirlərin açarı, pisliklərin qıfılı idi. Ölümün xeyirlərin qıfılı, pisliklərin açarıdır. Ondan sonra deyir, cəmaat heyf ki, sənin qədrini bilmədi. Əgər sənin qədrini bilsəydilər, yerdən, göydən onlara neymət yağış kimi yağardı. İslam ümmətinin cinayəti nədəydi? Onların qədrini bilmədi. Dünən əyyam keçirtdi. Nə idi fəlsəfəsi? Əhl-i Beytin qədrini bilmədilər. Xanım Zəhranın qədrini bilmədilər. Çox demişəm bu hədisi. Gəlir İmam Sadiq əleyhissalama deyir ki, ağa dua eləyin ki, mən cənnətə gedim. Ağa deyir ki, sən bizi tanıyırsan, bizim vilayətimizi qəbul edirsən, deyir, bəli. Deyir, o zaman sən cənnətdəsən, sən demə mən cənnətə gedim. Allahdan istə səni cənnətdən çıxartmasın. Dünyadaykən cənnətdədir bizi sevənlər, bizi tanıyanlar. Bir nəfər deyir, gəldim İmam Cəfər Sadiq əleyhissalamın yanına. Bir nəfəri çox təriflədim. Dedim, bu belə adamdır, elə adamdır, xeyli tərif elədim. O da sakit qulaq asır. Mən tərifimi qutardım. Buyurdu ki, sənin əqidəndədir, yoxsa yox? Bizim vilayətimizi tanıyır ya yox? Dedim, dəqiq bilmirəm, dəqiqləşdirərəm. Getdim, biraz danışdım, araşdırdım. Bu məsələdən dedim, gördüm ki, yox, bu vilayəti qəbul eləmir. Bir gündə görüşəndə imamdan dedim, siz soruşmuşdunuz, mən öyrəndim, o vilayəti qəbul eləmir, sizi qəbul eləmir.
İndi bunun mənim heç qiyməti yoxdur Allah yanında. Soruşuram İmam Sadiqdən. Axı bunda nə qədər yaxşı xüsusiyyətlər var. Bunun qiyməti yoxdur. İmam soruşdu, ən müqəddəs yer haradır sənin üçün? Səncə dünyanın ən müqəddəs yeri haradır? Dedim ki, Peyğəmbərin qəbri ilə minbərinin arası. Ravzatun min riyazil cənnə. Mədinədə olanlar görüblər. Növbədir ki, orada namaz qılsınlar. Deyirlər, yer üzündə cənnətdən bir parçadır. Cənnətdir yer üzündə. Dedi, tutaq ki, daha mübahisə eləmədi, tutaq ki, oradır. Deyir, həmin bir insan orada ömrünü orada ibadətdə keçir də. Gündüzlər o oruc ola, gecəni səhərəcən ibadət eləyə. Nə qədər varı dövləti var, Allah yolunda verə. Axırda da məzlumcasına onu orada şəhid eləyələr. İmam Sadiq əleyhissalam buyurur. Bizim vilayətimizi qəbul eləmirsə, cənnətin ətrini belə hiss eləməz. Deyim, mən hələ yaxşılıq sayacaqdım, o getdi nəhayətini danışdı mənə. Yaxşılıqların nəhayətini danışdı. Hamını cəhənnəmə göndərmək fikrimiz yoxdur. Özüm çox vaxt bunun əleyhinə danışmışam. Biz deyirik, cəmaat bilmir, tanımayıb Əhl-i Beyti, tanıtdıraq qəbul eləsinlər. Başqa əqidədə olanlar da çoxu xəbərsizdir, bilmir. Amma yox, çatdırasan inadkarlıq eləyə, inad üzündən qəbul eləməyə, deyir, onun heç bir qiyməti yoxdur. Sübh axşama namaz qılsa, heç bir dəyəri yoxdur. Bunu mən demirəm ki, deyəsiz səhv deyir. Bunu onlarla mötəbər hədislərimiz deyir. Onlarla inad göstərsə vilayətin qarşısında. Bu xəstədir. Belə deməyin ki, ağlına batmır, yox. Nəsə olub buna ki, bu xəstədir. Qurandan bu ayəni sizə keçmişdə demişəm, yenə də deyim. Allah özü özünə and içir. Az olub Quranda bu and. Fəla və Rəbbikə. Yox, and olsun sənin Rəbbi və Allah and içir özü özünə və Rəbbikə. Deyir, and olsun sənin Rəbbi və Allah Quranda buyurur. Sən bir hökm eləyəsən, bir nəfərə ağır gəlsə, ürəyində zərrə qədər etiraz olsa sənin hökmünün qarşısında, qəbul eləyir, əməl eləyir sənin hökmünə, amma ürəyinin dərinliyində etiraz var sənin hökmünə. La yu'minun hatta yuhakkimuk fima şəcərə beynəhum thumma la yecidu fi enfusihim haracan mimma qadayt. Deyir, and olsun sənin Rəbbivə, sən bir şeyə əmr eləyəsən, amma ürəyinin dərin qatında etiraz eləyə, la yu'minun, iman gətirməyib, o mömin deyil. İlahi, bu namaz qılır axı, bu ibadət eləyir, bu mənim yanımdadır. Ona görə and içir ki, biz inana bilmirik. Allah and içir ki, bəlkə biz inanaq. Vilayəti qəbul eləmirsə, vilayət yəni o əmr elədi, ona tabi olasan. Vilayət neymətini görmür, şükür eləmir, amma pul qazanır, şükür eləyir. Allahın xoşuna gəlmir bu şükür. Çünki bunun ağlı zəifdir, ağlı səthidir. Bu çox cüziyyatı görür, ümumunu görə bilmir. Ağlı zəif insanın da heç bir qiyməti yoxdur. Allah yadda saxlayın bunu, ağlımız qədər qəbul edir bizi. Ağıllı adamdır, yatıb, nadan adamdır, ibadət elirdi, bu yatmaq ondan üstündür. Bunun yuxusunun savabı onun ibadətindən üstündür. Ağlım var, ayağı uzat, yat, nadan adam sübh axşamacan ibadət eləsin, buyurur, bunun yuxusu ondan fəzilətlidir. Çünki meyar ağıldır. Və böyük şeyləri dəyərləndirmək, onları görmək ilk növbədə ağıl əlamətidir. Ağlın böyüklüyünün göstəricisidir. Filankəs yaxşı adamdır, yaxşı insandır, amma inad üzündən vilayəti qəbul eləmir, ciddi nöqsanda adam üçün. Yaxşı adam deməyin o adama. İnadkarlıq eləyirsə.
Zahirlə deyil, ağlamaqla, namazla, gecə namazı ilə, vallah bundan deyil, o gecə namazı qılanların 4000'ni birdən Həzrət Əli əleyhissalam qətlə yetirdi. 4000'ni birdən. O ağlayanların. Dünən dedim, ağlamağa baxmayın. Bir nəfər deyir, alimlərdən bir danışır ki, biri ilə ziyarətə getmişdim Kərbəlaya. 40 gün ziyarətdə olduq, 40 gün. 40 gün deyib, bu hər gün ağladı İmam Hüseyin ağaya. Hər gün. Deyir, sonradan mən getdim bir arif adama danışdım ki, mənim bir yol yoldaşım vardı. 40 gün biz ziyarətdə olduq, ağladı İmam Hüseyin. Dedi, 40 gün ağladı, dedim, hə, dedi, onda nəsə problem var. Ola bilməz. İnsanın qəlbinin müxtəlif halları var. Bir dəfə ağlamağı gələr, bir dəfə gəlməz. 40 gün dayanmadan bu hər gün ağlayıbsa, onun nəsə xəstəliyi var içində. Deyir, sonra getdim, araşdırdım, gördüm ki, Əhl-i Beytin düşmənlərindən oldu bu. Zahir adamı allatmasın. Deyəsən elə hər çatana deyəsən yaxşı adamdır. Demirəm deyəsən pis adamdır, amma meyarlar qoyub Allah birinin yaxşılığına və birinin pisliyinə. O meyarlardan biri vilayətdir və birincisi vilayətdir. Vilayət göstərir kim kimdir. Vilayəti tanımaq və şükrünü yerinə yetirmək. Bir dənə sizə misal deyim, çox bəsit misal deyim. Misallarım bəzən yenə deyirəm, bəsitdir ona görə ki, hamı başa düşsün. Burada uşaqlar görürəm, həddi buluğa təzə çatıblar. Gənclər. Bəzən lazımdır ki, hamıya çatdıra biləsən sözü. Belə bir bəsit, sadə bir misal deyim. Bir nəfər məsələn yolla gedir, görür biri qəzaya uğrayıb, heç kəs yoxdur, yolun qırağında can verir, az qalır, ölsün. Onu götürür, aparır xəstəxanaya. Deyirlər, məsələn, buna böyrək lazımdır. Deyir, mən böyrəyimi də buna verirəm. Böyrəyini də ona verir, o sağalır, ikinci dəfə həyata qayıdır. İkisi də xəstəxanada məsələn yatıb, bunun da böyrəyini çıxardıblar, bu da xəstəxanadadır. O gözünü açır, danışır, deyir, məsələn, mənə bir dənə məsələn, zəhmət olmasa o stakanı ver. Bu da götürür stakanı qoyur onun qabağına. Bir əs keçir, bu elə deyir, çox sağ ol ki, bu stakanı mənim qabağıma qoydun. Çox təşəkkür edirəm. Dayanmadan buna təşəkkür edir, nə qiymət verərsiniz bu insana? Bunun nə qədər ağlı var? Mən sənə canımdan qopardıb vermişəm. Səni mənim vasitəmlə həyata qayıtmısan, bunun barədə kəlmə danışmırsan, hey deyirsən ki, stakana görə çox sağ ol. Deyərsən, yəqin mənə ələ salıb. Xoş əxlaqdır, yaxşıdır, amma bu yaxşılıq özü bir xəstəliyin əlamətidir. Baxarsan, deyirsən, bu deyəsən, özünü ələ salıb bu insan. Bəzilərinin şükrü belə bir şükürdür. Ən böyük neyməti görmür, şükr eləmir. Pula görə şükr eləyir Allaha. Allah deyir ki, qaytarın özünə bu şükrü. Bu şükrü onu cəhənnəmə aparacaq. Çünki bu xəstə adamdır. Bu bədbəxt insandır. Sənə Əhl-i Beyti vermişəm, Peyğəmbəri vermişəm, tikə-tikə doğranıblar sənin yolunda, sən bunu görmürsən, bunu dəyərləndirmirsən. Ax, bunun yaxşılıqları var, bəs bu dəyərləndirmir. Başqa yaxşılıqları bəs nə oldu? Həmin o adamın yaxşılığına oxşayır bunun yaxşılığı. Bu doğrudan da yaxşı adamdırsa, bu boyda neyməti görməyə bilməzdi. Bu pis adamdır. Vicdanını sakitləşdirmək üçün şeytan ona hərdən yaxşılıqları təlqin eləyir. O gedir 5 dənə yaxşı iş görür, amma içində ki xəstəliyi var, o vicdanını sakitləşdirmək üçün eləyir 5-10 dənə yaxşı iş. Şeytan bəzilərinin başını yaxşı işlərlə qatır ki, həqiqətdən ayırsın. Yaxşı işlərdə nizam olmasa, intizam olmasa, ardıcıllıq olmasa, məntiq olmasa, bil ki, şeytan təlqin eləyib sən o yaxşılıqları. Əhl-i Beytin düşməni olan bəzilərində bax, elə ağlayırlar namazda, şeytan ağladır onları. Namazda hal verir ki, qoy namaz başını qatsın. Elə dəqiq əməl eləyirlər, Məkkədə görmüşəm bəzilərini. Təvaf,
namaz, hər şey qaydasında. Amma Kəbə bir nişandır, yol işarəsidir. Kəbə yol nişanıdır, yol vilayətdir. Yol vilayətdir, vilayət yolunun nişanıdır. Yolu tanıyıbsa, hər dövrəsinin dünyalar qədər qiyməti var. Yolu tanımayıbsa, daşın başına nə qədər fırlansın. Fırlandıqca Allahdan uzaq düşəcək. Rubbə talil Qur'an vəl-Qur'an yəl'anuh. Peyğəmbər buyurur, nə qədər Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur. Quran oxumağına allanma. Vilayətsiz Quran oxumaq, Quranın təfsiri vilayətdir, imamətdir. Bunu keçmişdə demişəm, biri oxuyurdu, deyəsən Kumeyli idi İmam Həzrət Əli Əleyhisselamın yanında, Kumeyli deyəsən gedirdi. Çox xoş avazla, həzin səslə, göz yaşı ilə Quran oxuyurdu. Deyir, o qədər gözəl oxuyurdu ki, Kumeyl ayaq saxladı. Dayandı, dedi, bəh, xoş bunu oxuyanın halına. Kumeyl kimi bir səhabə. Ki Kumeyl duasını o nəql eləyib Həzrət Əlidən. Mərifət çeşməsi idi. Ayaq saxladı, dayandı. Dedi, xoş bunun halına. Əli Əleyhisselam dedi ki, çox tələsmə tərif eləməyə, gedək. Getdilər, Siffin döyüşündə ölülərə baxırlar, xavaricin ölülərinə. Ölülərin arasında gəzirlər. Bir ölüyə çatanda Kumeylə dedi, bunu görürsən, mənlə döyüşdü, öldü. Həmin o Quran oxuyandı bu. Oradakı heyran qalmışdın Quran oxumağına, göz yaşına bax, həmin adamdır bu. Yaxşılıqları səni allatmasın. Bunun içində böyük bir mərəz var, xəstəlik var ki, bu haqqın vilayətin qəbul eləmir. Qəsimul cənnəti və nar sözünün mənası nədir? Əli cənnətlə cəhənnəmi böləndir. Yəni bunu sənət kimi istəyəcəklər qiyamətdə insanlar. Yəni göstəricidir. Göstəricidir. Allah istəyirsən biləsən, istəyir imtihana çəksin ki, kim kimdir, əlini gətirir müqabilində. Namaza, oruca baxmır, əlini gətirir, qoyur müqabilində, əlini gördü, kini qalxdı söyrəyindən, bu xəstədir. Əlini gördüsə, təslim oldusa, sevdisə onu, o sağlam adamdır. Sağlamlığın göstəricisi Əhl-i Beytin vilayətidir. Belədir. Onun vasitəsilə çalxalayır Allah insanı. İçdə nə var, o çıxardır üzə. Ona görə birinin əlini kəsir, qanı axa-axa gedir. Xəvarizdən biri deyir ki, kim kəsdi əli? Cinayət eləyib, günah eləyib, əli kəsilib. Hədd təyin eləyib, Allahın hökmünü icra eləyib. Xəvariz də əlinin dostlarından da amma nəsə eləyib. Vilayəti tanıyıb, amma günaha düşüb. Əli kim kəsdi, istəyir Həzrət Əlinin əleyhinə bu nəsə danışsın. Deyir, möminlərin sərvəri, təqvalıların ağası, Allah Rəsulunun vəsisi. Hey, başlayır tərifləməyə. Deyirsən, nə bədbəxt adamsan, o səni cəzalandırırsan, onu tərifləyirsən. Deyir, and olsun Allaha, bilirəm ki, Allahın hökmünü icra eləməkdən başqa məqsədi yoxdur. Sağlamdır, düzdür günah eləyib, amma ruhunda təmizliyi var. Əlinin vasitəsi ilə bəlli olur ki, bu o qədər də, belə deyək, hidayətdən uzaq adam deyil. Şeytan azdırıb günah eləyib, amma sağlamlığın göstəricisidir. Amma biri var, heç o günah eləmir. İbadət də eləyir. Amma qəbul eləmir vilayəti. Deyir, ən böyük xəstəlik əlaməti budur. Ən böyük xəstəlik nişanəsi budur. Allatmasın sizi zahirən, kiməsə bu əl tutdu, kiməsə neynədi. Allatmasın bunu, bu sizi. Çaşdırmasın sizi ki, bu yaxşı adamdır. Yox, yaxşı adam deməyə tələsməyin. Yaxşılığın göstəricisi var. Yaxşılıq çox dərin anlayışdır. Üzdə görünən qədər yaxşı pis olmaq, üzdə görünən kimi deyil. Vilayət insanın kimliyinin göstəricisidir. Əlbəttə inatkarlıqdan danışıram. Yenə deyirəm, birinin xəbəri yoxdur, təbliğat başqa cür gedib, gözünü açıb elə görüb. Çox müsəlmanlar elədir. Onları qınamaq olmaz. Amma yox, dəlillə, sübutla eşidib qəbul eləmirsə, vallah xəstədir. Allah öz and içir Quranda. Bu xəstədir. Nə qədər yaxşılığı olsa da. Əleyhissalam buyurur, əl-imamətu nizamul ümmə.
Buyurur, imamət ümmətin nizam intizamıdır. Bugün İslam ümmətinin əsas problemi budur ki, vilayəti tanımayıb. Vilayəti tanısa, cəm olar birləşər, təsbehin ipi kimidir. Təsbehin ipi, təsbehin dənələrini birləşdirir, nizam verir. Qırıldısa, səpələnib gedir. Yığa bilmirsən, yığmaq üçün yenə ip lazımdır. Vilayət o ip kimidir. Dinin hər şeyi vilayətdir. O olmasa hər şey pərakəndə olur. Bütün ibadətlər, insanlar bir yerə cəm eləmək olmur. Buna şükür eləməyə, adam çörəyə şükür eləyə. Heç insafdandır. Bu insanın ağlı var, düşüncəsi var. İmam Sadiq əleyhissalam buyurur, Nəhnu əslu kulli xeyr. Biz bütün xeyirlərin köküyük. Ağac necə kök üstü olar? Kökün üstündə olar, budaqlar da kökdən qidalanar. Kökdən ayır, quruyacaq gedəcək. Buyurur, biz bütün xeyirlərin köküyük. Və min furuina kulli xeyr. Və bütün xeyirlər bizim budaqlarımızdır. Sonra sayır, məsələn, ət-təvhid, təvhid, vilayətlə tamamlanır. Vəs-salah, vəs-siyam, və kəzmül qeyz, vəl-affu anil musi, və rəhmətul fəqir. İbadətləri sayır, əxlaqi göstərişləri sayır. Hamısı vilayətdən qaynaqlanır. Vilayətsiz namaz Ömər Sədin namazıdır. Kufə qoşununun namazıdır. Heç bir dəyərə malik deyil o namaz. Sözümü yekunlaşdırıram, sözümü tamamlayıram. O şəxslər ki, varlığımıza görə onlara borcluyuq, onların şükrünü yerinə yetirməyək, dəyərləndirməyək, amma cüziyyata görə şükür eləyək, bu insafsızlıqdır. Ləvlak ləma xaləqtul əflak. Peyğəmbərə buyurur, sən olmasaydın, heç kəsi yaratmazdın. Sənə görə yaranıblar, sənin hesabı yaşayırlar. Və biyumnihi ruziqəl vəra. İmam Zaman ağaya, Əhl-i Beytə müraciətdir. Ruzu sizin üzünüzə gəlir. Hər gün çörək yeyəndə bil ki, onun hesabınadır. Onun vasitəsi iləndir. Nə verirlər onlara görə? Bütün xeyirlərin mənbəyi olardı. Və fəsadın kökü nədir? Dünyada bu qədər fəsad var. Bu fəsadın bir kökü var ki, vilayət tanımayıb hələ bəşəriyyət. Bəşəriyyət yetkinləşməyib o dərəcəyə ki, vilayəti tanısın. Vilayəti tanıyan gün xoşbəxt olacaq. Danışmışam keçmişdə, çox danışmışam, çox dayanmaq istəmirəm. İstənilən insanın qarşısında mən sizin qabağınıza deyirəm ki, mən təsbit, sübut eləməyə hazıram. Təkcə müsəlmanlardan söhbət getmir. Vilayət bütün dünyanı islah edə biləcək yeganə əqidədir. Həm fərdi, həm ictimai baxımdan hər şeyi səhmana sala biləcək yeganə əqidədir. Ona görə hər gün şükr eləyək ki, Allah bu neyməti bizlərə bəxş eləyib. Yolun əvvəlindəyik, indi tanımışıq, indi başa düşmüşük. Amma çox böyük neymətdir. Bizim üçün yaşayır, onların qayğısı bizi. Hamısı dünyadan köçəndə bizim dərdimizdə, bizdən nigaran dünyadan köçüblər. Peyğəmbər dünyadan köçəndə ancaq ümməti dedi. Qiyamətdə deyəcəklər ki, danış, icazə verdi, deyəcək ümməti, ümmətim. Həzrəti Əli əleyhissalam dünyadan köçür, Allah fissalah. Namazı sizə tapşırıram. Allah fil Qur'an. Axır nəfəsinəcən bizim dərdimizdədir. Bizə vəsiyyətlər eləyir. Xanım Fatimə Zəhra dünyadan köçür, deyir, uşaqlar başının üstündə ağlayır, Əlidən ayrılır, balalarından ayrılır. Uşaqlar başının üstündə ağlayır, əlini o məqamda duaya qaldırır. İlahi, sənan verirəm peyğəmbərlərə, seçdiyim bəndələrə, bu başımın üstündə ağlayan yetim balalarıma, bizi sevənlərə rəhm elə, bizi sevənləri bağışla. Qiyamət günü məhşərdə bəyəm xanım Zəhranın bizdən başqa dərdi var, bizdən başqa bir qayğısı var. İmam Hüseyin əleyhissalam atdan yerə düşəndə deyir, Bismillah və billah və ala milləti Rasulullah. Qanım hədiyə olsun Peyğəmbər ümmətinə, Peyğəmbərin ümmətinə hədiyə elədim qanımı.
Mən bunu sizə Məhərrəmdə demişəm. Deyir, şimir qoyur dizini ki, başını kəssin, deyir, dodağında təbəssüm yaranır. Çoxu deyir ki, bu təbəssüm Allaha qovuşduğuna görədir. Amma bir alim, Ayətullah Qulpayqani deyirdi ki, mən bunu tam dəlillə sizə deyirəm ki, elə ki, başı bədənindən ayrılırdı artıq, sevindi ki, şəfaət qapısı açıldı. İnsanlar nicat tapacaq mənim bu şəhadətim vasitəsilə, əzadarlığın vasitəsilə. Çünki onun dərdi səri Kərbəlada hamıya nicat vermək idi. Tək orada olanlara yox, gələcək nəsillərə də. Bu neymətin şükrü çox mühüm məsələdir və Allah bizə bu neymətin şükrünü qismət eləsin inşallah.